Rusiyada 17-ci əsrdən fərqli olaraq 18-ci əsrdə təhkimçilik hüququ mövcud idi ifadəsi yanlışdır. Çünki təhkimçilik hüququ 17-19-cu əsrlər aralığında Rusiyada mövcud olmuşdur. Biri variantlardan da çıxardırıq. Quberniya islahatının keçirilməsi 17-ci əsrdə yox, 18-ci əsrdə olmuşdur. 18-ci əsrin ikinci yarısında hətta 2-ci Yekaterina bu islahatı keçirmişdir. Ona görə də 2-ni götürəcəyik. İcraedici orqan olan kollegiyaların yaradılması da 17-yə yox, 18-ci əsrə təsadüf edir. Bu, Pyotrun hakimiyyət dövrünə aiddir. Romanovlar sülaləsinin hakimiyyətdə olması isə 1613-1917-ci illəri əhatə eləyir. Buna görə də bu, hər iki dövr üçün ortaq götürülür, 4-ü atırıq, variantlardan da 4-ü çıxardırıq. Manufakturaların fəaliyyət göstərməsi də yenə həm 17, həm də 18-ci əsr üçün ortaqdır. Çünki ilk manufakturalar artıq 17-ci əsrdə yaranmışdı. Ona görə 5-i də çıxardırıq. Düzgün cavabımız bu sualda 2 və 3-dür.